Bu Dərnava kəndi. Aha. Babam Hüseynalın adı. Hüseynal qoyan qulaq məsəli tarixə yazılan bir şeydir. Mən bir şey başa düşmürəm. Qulaq məsələ nə deməkdir? Dərmanın qulağı, dərman yığıb, Hə. ən çətin Hə. dərman qulağın yığmaq. O qulağı o qoyandan sonra o bir dərmanlar da ondan öyrənir ki, O qulaq o daşlara deyirlər, ikidən bir-birinə sür. o taxılın dənə-dənə getməyi. Hə. Taxıl çox gedəndə daşı saxlayır. Başa düşdüm. Az dənə-dənə getməlidir. Dənə-dənə getməlidir. Az gəlsə daş yağır. Başa O düşdüm. qulağı o. Bu sənin baban düzəldi bunu, örgəlib. Hə. Diyallıda özdə, Diyallı kəndində gedib Hüseyn orada dərman yığıb. Elə ona o Hüseynalı qoyan qulaq. Özü sınıqçı olub. Dəmirçi olub, dülgər olub. Hər tərəfli olub da belə çıxır ki. Hə. Onun oğlu da elə olub. Onun nəvəsi mənim dədəm. Nə sən. Bütün hər bir şey mükəmməl belə İsaxan kişi. Allah rəhmət Mən eləsin. İsaxan Allah cəm ölənlərə rəhmət. O insan elə idi ki, indi də onun əməlləri yaşayır. Ha, İsaxan mən orada gördüm. Şeydi, bulaq. Maral bulağın tikə. Hə. Maral bulağı utan sənin deməli baba, atan. Atam. Atan, hə, mən o bulağı İsaxan kişi oxudum. Hə. Amma kim nəsə, İsaxanla kim nəsə? Əmoğlu, Əlağa. Bu körpüdən qabaq 1972-ci ildə Kommunist qəzetində İsaxan kişi dəli olub məqaləsi. Niyə? Niyə dəli olmuşdu? O körpü ki, keçirsiniz ha. Ondan yuxarıda böyük yer var. Həminki yerdən tək öz xərci ilə 110 metr məsafədə asma körpünü o çəkmiş. Malades. 94-cü ilə qədər o qaldı, sonra böyük sel gəldi da artıb apardı onu. Öz xərcini eləmiş. Onu eləyəndə cəmaət dedilər Saxan kişi oldu. Dəli olub. Orada ora Pulunu ora xərcləyib özünü xərcləməyib. Nəvəsi nə o dedi? körpünü o qoymuşdu. Sonra o dağıldı. Kommunist qəzetində o məqaləni Başa düşdüm. Həmin ki insan evidir. Bax evi o tərəfin səsi. Görüm nə yazılıb burada. Ustalar Babayev Əlağa Baxışov İsaxan 1972-ci ildə keşif düzəldiblər. Gözəl qız, çox sağ ol.